Rayonda bir çox abadlıq işlər gedir. O cümlədən rayonun bəzi küçələri abadlaşdırılır. 20 küçə asfaltlaşıb, asfalt örtüyü qurulub. Həqiqətən də gözəl bir təşəbbüsdür. Rayon rəhbəri Rafiq Cəllov cənablarına Cəllabad ictimaiyyətindən xüsusi təşəkkürümüzü, hörmət və izzətimizi bildiririk. Nə yaxşı ki, Rafiq müəllim kimi belə bir rəhbər var və rayonumuzun zəif təbəqələrinə, quruculuq işlərində göstərdiyi fəaliyyət göz önündədir. Zəif təbəqə köməyi, sosial problemi olan, müraciət edən şəxslərə imkanı idarəsində öz kömək əlini uzadan Rafiq müəllim kimi rəhbərlərin Allah can salamat eləsin, işlərinə uğurlar arzu edirik və bir də Cəllabad İctimaiyyəti adından ona öz hörmət və izzətimizi bildiririk. İcra hakimiyyətinin gördüyü iş verdi səmər. Hələm işlər görülür, inkişaf edir bu şəhər. Nə qədər ki olur abadlıq işi bir o qədər. Həmin işlər də verir xeyli təkan Cəllabada. Vurğunam sevdiyim mən doğma məkan Cəllabada. Bağlıdır eşq ilə cismimdəki can Cəllabada.